Rus dilində necə deyərdiniz? Mən təbiiliyin tərəfdarıyam. Şükür Allaha deyə bildim. Mən təbiiliyin tərəfdarıyam. Я за натуральность. Я за натуральность. Əzizlərim, əgər sizdə gündəlik Azərbaycan dilində istifadə etdiyiniz cümlələr ki var, onu eləcə də rahat rus dilində demək istəyərdiniz? Əminəm ki, istərdiniz. Niyə də yox? Yəni, dil bilmək həmişə insanı bir addım irəli aparır. Onda sadəcə bu kitabımı əldə et. Bu kitabın içərisində 25 mövzu açıqlanıb, 3000-dən artıq da cümlələr. Sözlər yox ha, 3000-dən artıq cümlələr var. Sadəcə 10 manata. 10 manata indiki zamanda nə əldə edə bilərsən? Özün başa düşürsən. Amma bu kitabı əldə et. Mütəmadi olaraq məşğul olur. Günə 20-25 cümlə öyrənsən, bu artıq bir həftəyə 140-150 cümlə deməkdir. Bir aya da ondan da çox. Yəni, daimi olaraq çalışsanız, sən də rahat şəkildə rus dilində danışa biləcəksiniz. Heç kimdən asılı olmadan. Ona görə də bu nömrə ilə əlaqə saxla, əldə et və öz nəticəni gör.